Salam. Rahim Musayev adlı bir Azərbaycan vətəndaşı keçən ay polis tərəfindən şərlənib həbs edilib. Bu günlərdə həbsxanadan məktub göndərib. Deyir ki, məni Emin Ağalarova və Sibirizə görə tutublar. Çünki video çəkib sosial şəbəkədə onun haqqında pis danışıb və nəticədə polis onu şərləyib. Məktubunda yazır ki, bu ölkədə danışmaq, azad fikri ifadə etmək çox təhlükəlidir. Əziz həmvətənlərim, sizə təkrar etməyə ehtiyac yoxdur. Ölkədə azad söz demək təhlükəlidir. Mən özüm haqqında danışmaq istəmirəm. Amma xaricdə olan bir neçə nəfər var ki, azad söz deyir, xalqın səsidir, problemlərdən danışır, millətin ağ günə çıxmasını istəyir, onların qədrini bilin. İnanın ki, biz olmasaq, polis, məmurlar, hakimiyyət vətəndaşları daha betər əzər. Hətta Emin Ağalarov barəsində də pis danışmaq olmaz ölkədə. Niyə? Bu ölkədə biznesmen ancaq Emin Ağalarovdur. Başqa biznesmenlərə, iş adamlarına niyə ona yaradılan şəraitdən yaradılmır? Ancaq o kazino tikə bilər. Ümumiyyətlə, niyə müsəlman ölkəsində kazino olmalıdır? Ancaq o süni ada tikə bilər. Xəzərin başqa sahillərindən qum, torpağı oğurlayıb gətirib Sibirizə tökürlər. Bunun nəticəsində dənizdə, başqa çimərliklərdə boşluqlar yaranır. Statistika göstərir ki, bu il daha çox insan dənizdə batır. Dənizdə çimərkən ayaqlarının altından torpaq sürüşür. Dənizdə keçən ildə, bu ildə boğulmaların əsas səbəblərindən biri də Sibirizə görə Xəzərin digər çimərliklərində torpaqların, qumların oğurlanmasıdır. Ölkədə cəzasızlıq hökm sürür. Vətəndaşa qarşı olan bu cinayətlər haqqında danışanlar isə artıq xaricdə yaşayan bir neçə mühacirdir. Onların qədrini bilin. Ən azından sosial şəbəkədə, videoda danışarkən, yazarkən onlara dəstək olun. Videomuzu like edin, daha çox insan izləsin. Azərbaycan hakimiyyəti görsün ki, xalq yatmayıb, xalqla hesablaşmaq lazımdır. Azərbaycan hakimiyyəti, məmurları, prezidenti, köməkçiləri, nazirləri, hamısı bizim dilimizdən sizin dərdlərinizi eşidirlər. Elə olmasaydı prezidentin köməkçisi 50 nəfərin içərisində təkcə məni seçib yanıma yaxınlaşmazdı. Demək ki, tanıyır, bilir, dediklərimizi eşidir. Daha çox eşitməsi üçün isə bizə dəstək olun. Haqqa dəstək olun.